Sumqayıt şəhərində vətəndaşlarla birbaşa ünsiyyətin daha da gücləndirilməsi məqsədi ilə növbəti səyyar qəbul keçirilib. Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun iştirakı ilə baş tutan görüşdə şəhər rəhbərliyi ilə yanaşı aidiyyatı qurumların nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və sakinlər iştirak ediblər. Şəhərin 8-ci mikrorayon ərazisində keçirilən səyyar qəbulda vətəndaşların müraciətləri fərdi qaydada dinlənilib, onların irəli sürdükləri təklif və problemlər diqqətlə nəzərdən keçirilib. Qaldırılan məsələlər əsasən sosial sahəni, mənzil məişət şəraitinin yaxşılaşdırılmasını, məşğulluq imkanlarının genişləndirilməsini, eləcə də şəhər təsərrüfatına dair müxtəlif istiqamətləri əhatə edib. Bir sıra müraciətlər yerində araşdırılaraq operativ şəkildə müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən məsələlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb, onların həlli ilə bağlı müvafiq qurum rəhbərlərinə konkret tapşırıqlar verilib. Şəhər rəhbəri çıxışında vətəndaşların müraciətlərinə qanunvericiliyin tələblərinə uyğun, şəffaf və operativ yanaşmanın vacibliyini xüsusi vurğulayıb. Bildirilib ki, Sumqayıt şəhər icra hakimiyyəti tərəfindən əhali ilə birbaşa təmasların genişləndirilməsi, müraciətlərə həssas münasibətin təmin olunması və mövcud problemlərin yerində öyrənilərək aradan qaldırılması məqsədi ilə səyyar qəbullar mütəmadi olaraq davam etdirilir. Bu cür görüşlər şəhərdə sosial rifahın yüksəldilməsinə, vətəndaş məmnunluğunun artırılmasına və problemlərin daha tez həllinə mühüm töhfə verir. Şəmsdan Fikrətli, Elbrus İsmailov, Yusif Əliyev bu gün informasiya proqramı üçün.